Salam millət, hər vaxtınız xeyir. Deməli, bu günləri gəlmişik Tokyo Drift Azərbaycanın keçirdiyi tədbirə. Və təbii ki, burada Japon maşınları daha çoxdur, üstünlük verir. Yəqin ki, bu Tokyo Drift adına qaynaqlanır. Amma indi birazdan Drift Show başlayacaq. Biz burada hal-hazırda show car kimi dayanmışıq. Çox maraqlı maşınlar var. İndi sizlərə bir-bir göstərəcəm hamısını. İndi səhər tezdən əslində gəlmişik. Günorta idi, saat 12-1 arası idi gəlmişdik. Gəldim, maşına qoydum, getdim, biraz gəzdim. Çünki həm tədbir başlamamışdı ona görə. İndi isə tədbir artıq başlayıbdır. Birazdan drift də başlayacaq. Ona görə səs-küy düşməmiş, sizlərə gəl ətrafdakı maşınları göstərim. Ondan sonra davam edək. Gəlin keçək. Olaraq öz maşınımdan başlayayım. Gəlin keçək buradan o tərəfə. Burada Rüfət qardaşımızın Type-ri var. Burada bir dənə Civic Hatchback Coupe var. YK6-dır, səhv eləmirəmsə. Burada bir dənə Mark 2'miz var. Toyota Mark 2 və yenə də burada bir dənə Toyota Supra'mız var. Çox maraqlıdır. Salam veririk. Sizin maşındır. İli nədir? 91. 91-ci il. Çox gözəl maşındır. Bu dəsən bir dənə də Azərbaycanda. Yoxsa var? Sırf bu motordan bu tipdə bu tarzda, yəni bir dənə. Bir dənə çox gözəl. 2 dənə də var əlavə, amma belənsi yox. Belənsi yox. Çox gözəl. Gözəl maşındır. Daha sonra Supra'mız var burada. Burada da Supra'mız var. Burada da gördüyünüz kimi Supra'lar var, qara falan. Yəni ümumilikdə maraqlıdır, rəngarəngdir. Ötəri olaraq sizlərə çəkim. Videonu çox uzatmayım. Sadəcə Azərbaycanda olan gözəl sayılıb seçilən maşınları göstərim sizə. Bu Həsən qardaşımın maşınıdır. Əziyyət çəkib, çox əziyyət çəkib. Maşını Evo stilində yığıbdır. Çox qəşəng də bir proyekt alınıbdır. Gəlin belə ətraflı olaraq sizə göstərim. Salonu falan. Gördüyünüz kimi çox qəşəngdir. Burada yenə bir Lexus'umuz var. Ağ rəngdə orada bir Mitsubishi'miz var. Səhv eləmirəmsə o yığılmadır. Burada bir dənə Dodge var. Daha sonra burada Subaru, bunu göstərdim sizə. Burada bir dənə Hyundai N var. Əslində burada 2 dənə Hyundai N var. Biri bu maşındır. Biri də ki bu maşındır. Bu göstərdiyim maşın Time Attack-da mənlə bir yerdə sürür. Qışda qapalı görüşdə bir yerdə iştirak eləmişik. Bugün də bir yerdə bir tədbirdəyik. İnşallah bugün bu ayın 19'u da yenə də eyni tədbirdə olacaq. Gəlin keçək bu tərəflərə. Burada sizə göstərim. Burada bir dənə dəli bir Supra var. Çox gözəl səsi çıxır. Bunların hamısı Supra. Burada bir dənə Mitsubishi Evolution var. Bu kuza mənim həqiqətən çox xoşuma gəlir. Çox belə deyim, mənim üçün ümumiyyətlə bu kuza tarixdə öz sözünü demiş bir kuzadır. JDM-cilər çox gözəl bilir, rallidə falan. Yəni çox gözəl vidi var. İstir öndən olsun, istir arxadan olsun. Yəni başqa bir görüntü verir bu. Bir dənə göstərim sizə bunu arxadan da. Çox sevirəm. Bu kuzanı çox sevirəm. Desələr ki, JDM içində ikinci dəfə seçsən, hansı maşın seçsən, hansı kuzanı Evonu götürərəm. Burada bir dənə Subaru'muz var, qırmızı rəngdə, çox gözəldir. Baxaq görək başqa nə var. Sizlərlə gəlin belə gedək. Burada motolar var. Burada motolarımız var. Daha sonra BMW'lər var. Burada Fiat 500 var. Bu Fiat'ın sahibini də tanıyıram. Yəni online olaraq da belə deyim də. Sosial şəbəkələrdə izləyirəm, çıxır qabağıma videoları. Qardaş bunu da yığır. Çox əziyyəti var maşın üzərində.
Burada BMW var. İndi arxa fonda səs çıxır. 100% telif haqqı zat gəlməsə yaxşıdır. Burada BMW var. BMW-lər burada düzülüb. Keçə görə arxa tərəflərdə nə var? Maraqlı maşınlar gəlir. Mən gələndə maşın az idi. Amma get-gedə çoxaldı. Burada bir dənə 190 var. 190 həvəskarları. Bax, Honda. Yenə də hər yerdə Honda seçilir. Gözəl motosikletdir. Burada Mustang var. 2 Mustang yan-yana. Burada başqa nə var? Bir dənə baxaq. Bunun üstü açıqdır. Burada bir dənə Golf. Mercedes. Maraqlıdır. Maraqlı maşınlar var. Amma azdır maşın sayı. Maserati'dir. Maşın sayı azdır. Burada belə bir BMW burada. Drift hələ başlamayıb əslində. İnsanlar yığılıb bura düzdür. Drift maşınlar. Burada demək drift karlar indi düzülüb burada. Belə göstərim yuxarıdan sizə. Belə millət, yəni burada ümumilikdə yer balaca olduğuna görə maşın sayı təbii ki azdır. Ayın 19-u keçiriləcək tədbirdə, Drive Show Bakının tədbirində, orada artıq time attack olur, drift show olur falan. Orada maşın da çox olur, show karlar da olur. Orada maşın həqiqətən çox olur, fərqli və daha gözəl maşınlar çox olur. Klassikasından tutmuş hər tərəfdə. Burada da klassika maşınlar var. Onlar bir başqa maraqdır. Belə çox gözəl, maraqlı. Azərbaycanda belə tədbirlərin olmağı həqiqətən də həyəcan vericidir. Təki tez-tez olsun. Sevmirəm də drift. Drift sevənlər inciməsin məndən, amma drifti sevmirəm. Bəli millət, belə olduqlarını çəkdim. Maraqlıdırmı? Bəli, maraqlıdır. Avtomobil mədəniyyəti Azərbaycanda inkişaf edir. Bu da sevindirici bir haldır. İnşallah daha fərqli, daha yaxşı, daha belə deyim, yüksək tədbirlər olar və Azərbaycanda avtomobil mədəniyyəti, avtomobil sevgisi daha da güclü olar. Belə, qısaca olaraq sizlərlə çəkim, paylaşım, göstərim ki, elə bir şeylər var. Bir də ki, çox adam məndən soruşur ki, bu tədbirlərdə necə iştirak eləmək olur? Misal üçün, Drive Show Bakının tədbirində iştirak eləmək istəyirsinizsə, səhifələri var. Oradan izləyin səhifələri, tədbirləri orada paylaşırlar. Məsələn, Tokyo Drift'in öz səhifəsi var. Və hamısı da rəsmi olaraq keçirilir. Dövlət tərəfindən icazə ilə olur, Avtomobil Federasiyasının icazəsi ilə olur. Yəni, hamısına rəsmi olaraq rahat gələ biləsiniz. Buradakı IT-dən biletlər almalısınız və belə iştirak eləməlisiniz. Belə dostlar, dedim sizlərlə bir qısaca olaraq çəkim, paylaşım, xırda bir şeylər ki, Azərbaycanda belə tədbirlər olur və olmaqda da davam edir. Gözəl mənzərədir. Hələlik özünüzə yaxşı baxın, görüşərik. 19-u inşallah Hondaçıları, Honda sevərləri və bizə dəstək vermək istəyənləri 19-u gözləyirik. Bu maşın inşallah time attack'da iştirak eləyəcək 19-u. Qışda tutduğumuz birinci yeri çalışacağım ki, bu dəfə müdafiə eləyim, yenə də birinci yeri tutum. İnşallah Allahın izni ilə. Hələlik görüşərik, özünüzə yaxşı baxın. Sağ olun.